Buyurun, hörmətli Vüsal müəllim. Teşekkür ederim Aygün Hanım. Hürmetli Hanım Yin Xiaoming, hürmetli hanımlar ve canımlar. İqtisadi İslahatların Təhlili ve Kommunikasiya Mərkəzinin adından sizleri salamlayır ve Azərbaycan ile Çin Xalq Respublikası arasında strateji əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş tədbirdə iştirak ettiğiniz için təşəkkürümü bildiririm. Azərbaycan-Çin münasibətləri bu il öz inkişafında mühüm ve strateji əhəmiyyət kəsb edən yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində 2025-ci il aprelin 23-də Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat imzalanmışdır. Bu sənəd iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsini təmin edən tarixi hadisə olmaqla yanaşı, iqtisadi, rəqəmsal və innovativ tərəfdaşlıq istiqamətlərində gələcək əməkdaşlığın əsasını formalaşdırmışdır. Qeyd etmək istərdim ki, birgə bəyanat çərçivəsində qəbul edilən əsas qərarlar bir neçə mühüm istiqaməti əhatə edir. İlk növbədə bildirilməlidir ki, bir kəmər, bir yol təşəbbüsünün Azərbaycanın milli inkişaf strategiyaları ilə uyğunlaşdırılması qərara alınıb ki, bu da iqtisadi və infrastruktur layihələrinin daha səmərəli icrasına geniş imkanlar açır. Bununla yanaşı, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, eləcə də azad ticarət razılaşmasına dair danışıqlara hazırlığın aparılması iqtisadi əlaqələrimizin miqyasının daha da güclənməsinə xidmət edəcək. Bu istiqamətləri tamamlayan digər vacib prioritet isə nəqliyyat və logistika sahəsində inteqrasiyanın gücləndirilməsidir. Xüsusilə Transxəzər marşrutunun inkişafı Azərbaycanın regional nəqliyyat mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək. Sözü gedən bəyanatda rəqəmsal iqtisadiyyatın və sənayinin rəqəmsal transformasiyasının dəstəklənməsi xüsusi vurğulanır. Bu da süni intellektdən tutmuş böyük verilənlərə qədər innovasiyaların geniş tətbiqinə yeni imkanlar açacaq. Həmçinin texnologiya transferi və elmi nəticələrin kommersiyalaşdırılması sahəsində yeni tərəfdaşlıq imkanları yaradacaq ki, bu da bilik və innovasiyaların real iqtisadi dəyərə çevrilməsinə mühüm töhfə verəcək. Bununla yanaşı, kiber təhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə birgə fəaliyyətin genişləndirilməsi razılaşdırılıb ki, bu əməkdaşlıq dövlət qurumları və biznes üçün daha etibarlı rəqəmsal mühitin formalaşmasına xidmət edəcək. İqlim dəyişiklikləri ilə mübarizə və yaşıl enerji sahəsində əməkdaşlıq da tərəfdaşlığımızın dayanıqlı inkişafını təmin edən əsas istiqamətlərdəndir. Azərbaycan artıq bərpa olunan enerji layihələrini genişləndirir, xüsusilə Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi inkişaf etdirir. Bu kontekstdə Çin ilə yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyin artırılması və yeni sərmayələrin cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Bu qərarların icrasının ölkəmizin iqtisadi inkişafına güclü təkan verəcəyini, rəqabətə davamlı mövqeyini daha da möhkəmləndirəcəyini və regional, həmçinin beynəlxalq iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə xidmət edəcəyini əminik. Hörmətli əməkdaşlar, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi olan Çin Xalq Respublikası ilə formalaşan əməkdaşlıq münasibətlərinin yüksək qiymətləndirilir. Xüsusilə iqtisadi islahatların idarə olunması, rəqəmsal transformasiya, innovasiya və süni intellekt sahələrində həyata keçirilən birgə təşəbbüslər bizim üçün strateji əhəmiyyət daşıyır. Çin tərəfinin təqdim etdiyi qabaqcıl bilik və praktiki təcrübə Azərbaycanda dövlət idarəçiliyinin müasirləşdirilməsində töhfə verir. Qeyd etmək lazımdır ki, həm mərkəzin, həm də ölkəmizin müxtəlif dövlət qurumlarının, əməkdaşlarının Çində təşkil olunan təlim proqramlarında iştirakı, əldə edilən bilik və bacarıqlar artıq ölkəmizdə aparılan islahatlara tətbiq olunur və idarə etmədə institusional potensialın daha da güclənməsinə xidmət edir. Hörmətli qonaqlar, hazırda Azərbaycan Respublikasında 2027-2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyası hazırlanması prosesi həyata keçirilir. Strategiyanın əsas məqsədlərindən biri sağlam həyat tərzinin təşviqi, əhalinin rifahının və xidmətlərin
keyfiyyətinin artırılmasıdır. Bu hədəflərin reallaşmasında rəqəmsallaşma, innovasiya və süni intellekt əsaslı texnologiyaların tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş 2025-2028-ci illər üçün süni intellekt strategiyası ölkəmizdə süni intellekt ekosisteminin formalaşması, insan kapitalının gücləndirilməsi və süni intellekt texnologiyalarının sosial, iqtisadi və idarəetmə proseslərində inteqrasiyasını nəzərdə tutur. Bu iki sənəd həm süni intellekt strategiyası, həm də 2027-2030-cu illərin strategiyası qarşıdakı illərdə Azərbaycan-Çin əməkdaşlığı üçün geniş imkanlar açır. Biz inanırıq ki, bu istiqamətdə birgə layihələrin icrasını genişləndirməklə, xüsusən süni intellekt, ağlı səhiyyə, teletip və yaşıl texnologiya sahələrində qarşılıqlı təcrübə mübadiləsi dərinləşdirəcəyik. Sonda hər birinizə iştirakınıza və diqqətinizə görə təşəkkür edirəm. Əminəm ki, bu görüş yeni əməkdaşlıqların qurulması, birgə layihələrə start verilməsi və qarşılıqlı etimadın daha da möhkəmlənməsi baxımından son dərəcə faydalı olacaq. Bugün Azərbaycan ilə Çin arasında körpü rolunu oynayır və inanırıq ki, bu körpü gələcəkdə daha məsuldar tərəfdaşlıqlara yol açacaqdır. Bir daha xüsusən də Çin tərəfinə yaratdığı şəraitə görə təşəkkür edir və görüşümüzün uğurlu olmasını arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.